Harun necəsən? Yaxşı. Necədir vəziyyət? Yaxşı. İmtahan necə oldu? Yaxşı, işləyib, yaxşı yazmışam. Neçə dənə yazmısan? 27-dən. 27 dənə. Neçə qayda, neçə 2 dənə qrammatikadan səhvim var, bir dənə də mətndən. Niyə səhv eləmisən? Boşun matemasan. Yaxşı, inşallah 11-in buraxışında orada 30 yazarsan, neçənci qrup yazarsan? Birinci qrup. Birinci qrup. Müəllim abi nə vaxtdan gəlib bizə? Sentyabr ayından elə hazırlığımız heç başlayanı bu ildən. Aha. Necə idi qrupdakı vəziyyətə? Gözləyirdiniz ondan o qədər, yoxsa gözləmirsiniz? Axırlarda son vaxtlar gözləyirdim, yəni biləndən sonra, amma ilk gələndə boşluq çox idi. Boşluqlar çox idi. Diqqətsiz idi, səhv eləyirdi, variant dəyişirdi. Aha. Vak edəmə tövsiyə edirsən? Əlbəttə. Görün eləyirəm, yaxşı. Eləyirəm. Niyə tövsiyə edirsən? Çox rahat dərsdir, yəni rahat başa düşülür. Burada gələn uşağın qaydaları başa düşməmə ehtimalı yoxdur, həm də çox mətnlər işlədir. Mən çox rahat yazdım. Əla. Müəllimə, uşaqlar var ki, bizə qoşula bilmirlər, oğlanlar var, şərait yoxdur. Onlar nə Ən etsinlər? yaxşısı onlayn qrupumuza qoşula bilərlər. Yəni mətn tam yazmaq istəyirlərsə, qrammatikanı tam yazmaq istəyirlərsə, onlayn dərslərimizə qoşula bilərsiniz. Onlayn dərslərə qoşulmaq üçün öncə nömrəni deyim, 05 597 01 51 nömrəsidir. Sual verirlər ki, məsələn, onlayn dərsə qoşularaq nəticə əldə edə bilərikmi? Onlayn dərsə qoşulub, məsuliyyətiniz varsa, onlayn dərslə qoşulub nəticə əldə etmək mümkün deyil. Çünki istədiyiniz qədər mətn işləyəcəksiniz. Mətnin işləmə qaydaları, dil qaydası hər incəliyi izah olunur və sınaqların izahları. Belə. İndi bloka bir ay qalıb, onlar qoşula bilərlər. Blok imtahanda bəli 1 ay qalıb, vaxtınızı, yəni birinci imtahanın 1 ay qalıb, vaxtınızı düzgün qiymətləndirmək istəyirsinizsə. 30 düz nəsə belə bir proqramınız var idi. 30 günü 30. Yəni hər gün nə isə izah olunacaq, hər gün qrupa nə isə atılacaq. Yəni istə bir gün 1 plus deməkdir. Yəni bir gün gəlməmək artıq, bir gün qoşulmamaq o bir plusun üstünə xərc etməkdir. 30 düz yazmaq istəyirsə rahatlıqla. Reklam versin görmüşdüm. Belə. Elə, Həm ədəbiyyat, həm Azərbaycan. Oldu. Təşəkkür. Sağ ol. Sağ ol.